Düşünürəm ki, bugün Azərbaycandakı qəzaların əsas səbəblərindən biri məhz sürücü və piyadaların alternativ nəqliyyat vasitələrini qəbullana bilməməsindən yaranır. Və buna görə də sürücülər və piyadalar sadəcə yollarda maşını diqqətə alırlar və digər nəqliyyat vasitələri gözlərini yayınır. Və təbii ki, bu digər nəqliyyat vasitələrinin həyatını böyük təhlükə atır. Artıq tıxacların artması ilə alternativ nəqliyyat vasitəsi istifadəçilərinin sayı durmadan artır. İnsanlar artıq həm sağlamlıq, həm də ki, zamanına qənaət üçün velosipedlər, skuterlar və motosikletlərdən istifadə edir. Və bu qaçınılmaz bir reallıqdır. İstər maşın sürücüləri, istər piyadalar artıq bunu qəbullamaq məcburiyyətindədir. Yəni istəsəniz də o bir söz var, yedin də budur, yemədin də budur. Yəni buna öyrəşməlisən. Bunun alternativ variantı yoxdur. Çünki hamı sənin kimi dördbucaq qutuda oturub 20 dəqiqə, 1 saat tıxacda gözləyib həyatını sürtmək istəmir. Çox insan sadəcə alternativ nəqliyyat vasitəsilə skuterla 10 dəqiqə gedib metroya çata bilirsə, niyə maşınla 1 saata gedib çatmalıdır ki məsələ? Yəni bu təbii ki, seçimdir. Hər kəsin öz seçimi var və hər kəsin borcudur ki, bu seçimlərə hörmətlə yanaşsın. İçi, sən və mən qarışıq. Yəni biz maşın sürənə də normal baxmalıyıq, motosiklet sürənə də, velosiped sürənə də, skuter sürənə də. Amma məsələ budur ki, biz yollarda digər nəqliyyat vasitələrində varlığını unutmamalıyıq. Çünki bilməliyik ki, necə ki maşın sürənlər qayda pozur, eyni skuter sürücüləri, velosiped sürücüləri və motosiklet sürücüləri arasında qayda pozanlar olur. Yəni fikirləşməyin ki, əşi maşın yoxdursa rahat dönərəm, əşi maşın yoxdursa heç bir problem olmaz, rahat şəkildə hərəkət eləyərəm. Belə fikirləşməyin. Hər zaman 2 dəfə kontrol eləyin. Arxaya 2 dəfə baxın, sağa dönəndə 2 dəfə baxın, sola dönəndə 2 dəfə baxın. Çünki sizin sağa dönəndə səssiz şəkildə sizə yaxınlaşan bir ölüm ola bilər. Bu ölüm də qarşı tərəfin ölümü ola bilər. Yəni ki, motosikletin ölümü ola bilər, skuterin ölümü ola bilər, təbii ki, velosipedçinin ölümü ola bilər. Ona görə hər zaman dönməmişdən və yaxud da ki, hansısa bir yola atlamamışdan qabaq mütləq 2 dəfə düşünün və 2 dəfə kontrol eləyin. Piyada keçidinə tullanmamışdan qabaq mütləq sadəcə maşına yox, həm motosikletə, həm velosipedin gəlməyinə, həm skuterin gəlməyinə nəzarət eləyin. Bu sizin üçün çox vacibdir. Maşınların arxasından diqqətli şəkildə çıxın. Elə maşın yoxdur deyə çıxmayın. Ola bilər ki, oradan başqa alternativ nəqliyyat vasitəsi hərəkət eləyə bilər. O sizin üçün böyük təhlükə yarada bilər. Və bunu bilməliyik ki, bu reallıqdır. Gələcək bizi zəncirvari şəkildə bu risklərə aparır. Yəni ki, biz daha diqqətli olmalıyıq. Yolda velosipedi də görməliyik, skuter da görməliyik, motosiklet sürücüsünü də görməliyik, hətta piyadanı da görməliyik. Yəni düşün ki, sənin kimi hərəkət edən hər kəs nəqliyyat vasitəsinin fərqi olmadan o da bir insandır, o da bir ailə başçısıdır, o da bir ailəsinin və sevdiklərinin dəyərli bir üzvüdür. Ümidvaram insanlar artıq zamanla bir-birlərini daha yaxşı anlayacaqlar, alternativ nəqliyyat vasitələrini qəbul edəcəklər, həmçinin alternativ nəqliyyat vasitəsi sürücülər də daha həssas və daha diqqətli olacaqlar.